Bax, neftçilərdə çox sərfəli outlet var. Qiymətlər 10 manata düşüb. 10 manat deyib bunlar. Bu geyimə bax, gör nə qəşəng görünür. Bunun qiymətinə fikir versən Allah. 19 manat. Bu geyimi 28 manata təsəvvür edirsiniz. Bax, 139-a satılmış məhsuldur bax. Düşüb 28-ə. Qiymətə bax, 99-dan 19 manata düşüb bu klassik şalvarı. Kişi geyimləri 12 manatdan başlayır. Neftçilərdə bu qiyməti bilsələr, bura axın eləyəcəklər, ciddi deyirəm. Buna neçə qiymət qoyarsınız? Yəni siz 60 deyin, 50 deyin, 40 deyin, heç biri deyil. 120-dən düşüb 29-a bax bu. Bax, ən çox soruşulan dəst budur bax, fikir ver. 299-dan 39-a düşüb. Türkiyənin məşhur markası var, Felicita. 19 manatdır bu. 150-dən 19-a. Bax, bu qaroşkalı model, oyda, 170-dən düşüb 19-a. Yayın trend ətəklərindən biri budur. 120-dən düşüb 22-yə. Bax, Atlas dəst. 280-dən düşüb 56-ya. Bax, 400 manata satılmış bax, belə bir ziyafət geyimidir. Fikir ver, 80-ə düşüb. Bax, bu 200 manatdan düşüb 49-a. Deyəcəklər ki, 49 bunun öz qiymətidir. Deyə bilərlər. Bax, 99 manata satılan jiletdir bu. İndi 19 manat. Ziyafət çantaları var. 129-dan düşüb 29-a. Fikir ver. Bax, 199-dan düşüb 40-a. Buna 40 manat verməyə dəyər dəyməz. Qış ayaqqabıları. Hamısı 80% endirimdədir. 120-dən 29 manata nə boyda endirimdir bu? 80%dir bu. 90% hətta, kişi. 15 manata kətan tarixinin bəlkədən ucuz qiymətidir. 75 manatdan 15 manata düşüb. Bax, bu kətan şalvar. Necə yumşaqdır bu? Materiala bax. 15 manat deyəcəmi? 120 manata satıblar. 25 manata düşüb. Loro Piano'nun kətan köynəyidir. Fikir ver. Nə bax? Səpsərin materialı var bunun. Bu kaşmir və yun tərkiblidir. Bunu 700 manata satıblar. Amma indi 150 manata düşüb. Bu kutka 500 manatdan düşüb 100 manata. Qalın və möhtəşəm malda, ağırlıqdan bilinir. Bu 500 manatdan 100, ayla gözlə də bir dəqiqə. Bu 500 manatdan düşüb 100 manata. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.